Salam, mən Ülker, Azabrao şirkətinin meneceri. Bura bizim Şəkidə yerləşən Azabrao zavodumuzdur. İstəsəz yaxınlaşın, mən sizə zavodumuzla yaxından tanış edeyim. Burada bizim həm zavod, həm muzey, həm də mağazamız var, öz məhsullarımızın olduğu. Buradan mağazamıza girişdir. Burada bizim sırf həm Şəki şərabda istehsal olunan Azabrao məhsulları və həm Abradiursonun rəsmi distribyutoru olaraq bütün məhsulları sərgilənir və satışdırılır. Burada vitrində bütün məhsullarımız satışdadır və qiymətləri hamısının üzərində yazılır. Burada yerli və Rusiya istehsalı məhsullarımızdır. Burada bizim artıq muzeyimizə girişdir. Burada bizim muzeyin içkiyə aid olan, içkinin tarixi ilə bağlı olan muzeydir və burada bütün gördüklərimiz hamısı bir toplanıb bura yığılmışdır. Sırf Azabrao Şəki şərabı muzeyidir. İçkinin tarixi ilə bağlı olan bir muzeydir. Burada birbaşa istehsalımızı gözlə görüləcək şəkildə görürsünüz. Bu bizim zavodun istehsalatıdır. Canlı şahidi olursunuz istehsalatın. Burada yenə muzeyimizin digər hissəsidir. Yenə içkinin tarixi ilə bağlı etiketləri, butulkaların formaları, necə haldan hala düşüb, müasir dövrə gəlib çatıb, onunla bağlı olan bütün şəkillər, bütün tarixi hər şey tapılıb, bura yerləşdirilib. Burada isə artıq keçirik qədim dövrə aid olan içkinin saxlandığı qablar, tarixi, yenə də içki tarixi ilə bağlı olan tapılmış bütün lazımı əşyaları buradan sərgiləmişik qonaqlarımız üçün. Buyurun, baxa bilərsiniz. Bu zalımızda isə istədiyimiz gələn qonaqlar istədiyi vaxt bizim muzeyimizin tarixi haqqında çəkilmiş qısa metrajlı filmə baxa bilərlər və onun tarixi haqqında məlumat ala bilərlər. Şəkidə içkinin tarixi haqqında muzeydə videorolik. Azabrao şirkəti olaraq sizi öz zavodumuzda və muzeyimizdə görməyə şad olarıq.